Bu saçımız, bu dırnaqlarımız, qaşımız, gözümüz hamısı zülaldır. Ət növləri. Sağlıqlı yumurta, yəni bunları bizim o bədənimizin yapı daşıdır da, yəni bünövrəsidir. Ana südündə dünyada ən birinci protein ana südündədir. Ana südündən sonra ikinci qida yumurtadır. Azərbaycan xalqına nə ediblər? Yumurtanı artıq yemə. Ağırlıq olur. Xolesterin çox olacaq. Artıq gecə vaxtı yumurta yersən, qorxurlar yumurta yeməkdən insanlar. Nədir? Biznes daxı bu. Bəs cəmaət nə ilə pul qazansın? Döngü nə ilə dönsün? Xolesterin dərmanları necə satılsın? Doğru. Yəni, amma ki, onu yeyəndə təbii yağlardan söhbət gedir. Təbii yağlar bizim bağırsaq floramızı yaxşılaşdırır. Deyəcəklər ki, yəni buradan bəlkə də yazacaqlar yorumlara ki, hər kəsin gücü çatırmı ki, onu almağa? İnanın ki, o paketli qidalar ondan qat-qat bahalı gəlir. Baha gəlir.